Alken alkaden ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. Deməli, birinci sualda verib ki, xlor etan üzərinə natrium OH gəlirik, yəni C2H5 xlor üzərinə natrium OH-un suda məhlulun gələndə burada natrium xlorla birləşir. Yəni natrium getdi, xlor getdi, yerdə qaldı C2H5OH. Yəni etanol. X burada etanoldur bizdə. Soruşur ki, X-in kimyəvi formulunu yazın. Kimyəvi formulundakı C2H5OH. Daha sonra nə deyir? Divinilin X maddəsindən alınma reaksiyasının kimyəvi tənliyi. Deməli, etil spirtindən divinilin alınması belədir ki, 2 mol etil spirtinin dehidratlaşması və dehidrogenləşməsi 425 dərəcə Selsi sink O və alüminium kiotik katalizatın iştirakı ilə gedir. Buradan alınır C4H6 divinil, dehidratlaşır, həm də dehidrogenləşir. Lebedev reaksiyasıdır. Tənliyini yazdıq və əmsallaşdırdıq. Və Y molekulunda, Y tapaq deməli, divinilin üzərinə brom 2 gəlib. Divinil bu şəkildə yazılır. Və yaxud da butadiyen 1,3 deyirik. Bunun üzərinə brom 2 gəlib və alkadenlərdə birləşmə zamanı biz baxırıq temperatura. Deməli, burada temperatur 40-dan böyükdür. 0-dan kiçik olanda birləşmə 1-2 vəziyyətində gedir. Necə yadda saxlayırıq? 0-dan sonra nə gəlir? 1-2. Amma temperatur 40-dan böyük olanda onda 1-ci və 4-cü deməli karbon. Yəni bromun biri bura birləşir, biri bura birləşir. Buradakı pi rabitə qırılır, pi rabitə gəlir ortaya düşür. Bu bizdə alınan Y maddəsidir. Y molekulunda sp3s və sp3p orbitallarının örtülməsi yaranan sigma rabitələrin ümumi sayını istəyir. Deməli, bu karbonlar sp3-dür. Hardan bilirik? Karbona 4 sigma birləşirsə, bu sp3-dür. Çünki onda sp3-də də 4 hibrid orbitalı var. Oradan yadda saxlamaq olar. Bu karbon sp2-dir. 3 sigma birləşir. Baxın, 1, 2, bir də hidrogen 3 sigma. Bu da sp2-dir. Bu da olacaq sp3. 4 sigma birləşib. Yəni 1 sigma, 2, bir də 2 dənə hidrogen. sp3s, S hidrogenlərin sayıdır. Burada sp3-ə 2 dənə hidrogen burada, ikisi burada. sp3s burada deməli eləyir 4 dənə. sp3p isə P burada halogendir. Ümumiyyətlə üzvü birləşmələrdə P adətən halogenlər olur. sp3p üzrə bu sp3-dür. Bu da P-dir. 1 sigma. sp3, bu da P, bu da 2 sigma var. Ümumilikdə soruşursa 6 sigma olacaq. Birinci sualda, bu da üçüncünün cavabı. Keçirik ikinci suala. Kumulə olunmuş alkadenlərin ikinci nümayəndəsi. Kumulə olunmuş, ümumiyyətlə alkadenlərdə 2 qat rabitənin vəziyyətinə görə alkadenlər 2-3 yerə ayrılır. Var kumulə olunmuş, hansı ki 2 qat rabitələr qonşu vəziyyətdə olurlar. Var kanyuqa olunmuş alkadenlərdə 2 qatlar arasında 1 sigma olur. Bir də var izolə. Bu da 2 qatlar arasında 2 və daha artıq sigma rabitə olur. İndi bizə deyir, kumulə olunmuş alkadenlərin ikinci nümayəndəsi. Kumulə olunmuş, yəni 2 qatlar bu birinci nümayəndəsidir, kumulə olunmuşun. İkinci nümayəndəsində artıq bu şəkildə olacaq və burada deməli 4 karbon olacaq. Bizdən deyir, adını deməli yazsaq 1, 2 qat rabitə olan yerdən nömrəli 2, 3, 4 olacaq butadiyen. Deməli, 2 qat rabitələr birinci və ikinci boşluqdadır. Butadiyen 1, 2. Daha sonra sinif daxili izomerinin kimyəvi formulunu yazın. Alkadenlər alkinlərlə sinif arası izomerliyi əmələ gətirirlər. Yox, sinif arası demir. Sinif daxili izomeri. Sinif daxili izomeri deməli 4 karbonu olan kanyuqa olunmuş ola bilər. Çünki artıq izolə olmaz. Çünki 4 karbon izolə olmaq üçün 2 qatların arasında gərək 2 və daha artıq sigma rabitə olsun. Amma burada ancaq bir dənə bu ola bilər. O da ki, butadiyen 1,3-dür. Kimyəvi formulunu yazın. Bu şəkildədir. C4H6 quruluşu da bu şəkildə. H2, H2.
Həmin maddənin molekulunda, yəni bu tadiyen 1-3-dən gedir söhbət, kimyəvi rabitə yaranmasında iştirak edən orbitalların cəmini hesablayın. Deməli, burada karbonlar hər biri sp2 hibrid vəziyyətindədir. Çünki onların hər birinə 3 sigma birləşib. 4 dənə sp2, 4-ü 3-ə vuranda 12 dənə hibrid orbitalı var burada. Qeyri-hibrid də biz nə demişdik? Qeyri-hibrid bir hidrogenlərin sayını götürürük həmişə. Bir də pi rabitənin sayını 2-yə vururuq. Çünki bir dənə pi rabitəni 2 dənə p orbitalı yaradır və bunlar da hibrid deyil də, yəni hibrid olmayan qeyri-hibrid adlanır. Deməli, burada hidrogen 6 dənədir və 2 dənə pi var. Bir pində 2p yarattığına görə pinin sayını 2-yə vururam. Onda 4 dənə p orbitalı da buradan, 10 dənə də qeyri-hibrid orbital var. Ümumilikdə orbital sayı, deməli, rabitə yaranmasında iştirak edən orbital sayı 22-yə bərabər olacaq. Üçüncü sual. Deməli, burada nə deyir? Bromlu suyu rəngsizləşdirən X-in molekulunda bir pi rabitə 3 metil qrupu var. Bir pi varsa bu alkendir. 3 metil qrupu var. Rabitə yaranmasında iştirak edən ümumi orbitalların 20%-ni sp2 hibrid orbitallar təşkil edir. Deməli, bromlu suyu rəngsizləşdirir. Bir pisi var, 3 metil qrupu var. Bu deməli və bizə deyir ki, alkendir. Alkende də bir pi varsa, ümumiyyətlə burada 2 dənə sp2 hibrid vəziyyətində karbon atomu var. 2 dənə də sp2, ümumilikdə 6 dənə hibrid orbitalı var. Bu da bizə deyir ki, ümumi orbitalların 20%-ni sp2, yəni 6 əgər 20%-dirsə, onda 100%. Bütün ümumi orbitalı tapsaq, neçəyə bərabər olacaq? 6 vurulsun 100 bölünsün 20. Deməli, bərabərdir 30-a. Ümumi orbital sayı burada 30-a bərabərdir. Və alkenlərdə də ümumi orbital indi hesablasaq, CnH2n-dir. Deməli, burada hibrid orbital 4n-2-yə bərabərdir. Niyə? Çünki alkenlərdə 2 karbon sp2-dir. sp2 neçə elədi? 6 dənə hibrid. Üstə gəlsin. Nə qədər karbon olursa olsun, onun x-i əgər sp2-dirsə, onda n-x-i də sp3-dür. sp3-də də 4 hibrid orbital var. Yəni 6 üstə gəlsin 4n-8. Bu da bərabər eləyir 4n-2-yə. 4n-2-ni 30-a bərabərlik, daha doğrusu bu hibriddir, hələ bərabər eləmirik. Bir də qeyri-hibrid. Qeyri-hibrid də bir götürdüyü hidrogenin sayını üstə gəlsin. Bir də bir pi rabitəsi var. Biri də 2-yə vuranda eləcə 2. Bunların da cəmi eləcə 6n. 6n də 30-a bərabərsə, n bərabər olur 5-ə. Yəni bizdə deməli, bu alkende 5 karbon atomu var və deyir 3 metil qrup var. İndi biz 5 karbonu necə yaza bilərik ki, oradan 3 dənə metil qrupu yaradaq. Məsələn, deməli, belə yazsaq, baxın, H3, 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 həqiqətən 5 karbon var, 3 dənə metil qrupu var və deyir X maddəsinin beynəlxalq nomenklatura adını 2 qat rabitə yaxın tərəfdən nömrələnir. Əgər 2 qat rabitə hər iki tərəfdən eynidirsə, radikal olan tərəfdən nömrələnir. Onda olacaq 2 metil buten, 2 qat rabitə 1, ikinci boşluqdadır. 2 metil buten 2 olur birləşməmizin adı. Sonra deyir ki, və bromlu su ilə reaksiya tənliyini yazın. Deməli, bunları silək. Deməli, belə oldu. Maddəmiz H. Deməli, üstünə brom 2 gəlirik. Bromlar gəlir, birləşir. Pi rabitəsi olan karbonlara biri bura birləşir. Bir də gəlir bura birləşir. Ortadakı pi rabitə qırılır. Tənliyini yazdıq. Sonra deyir X-in molekulunda rabitə əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların ümumi sayını. X buydu, əvvəlki halına qayıtsaq. X budur. Qeyri-hibrid bayaq dedim ki, bir hidrogenin sayını götürürük. Nə qədərdir? 3, 3, 3. Elədir 9, biri də burada 10. Üstə gəlsin. Bir də nə edirdik? Pi rabitənin sayını 2-yə vururduq. Bir dənə pi var, 2-yə vuranda da 2. Onda ümumi qeyri-hibrid orbitalların sayı 12-yə bərabərdir rabitə yaranmasına iştirak edən. Dördüncü suala baxırıq.
Deməli, bizə verib karbohidrogen. Alkenlərin 4-cü nümayəsinin molekulunda karbon atomlarının 6sp2 hibrid orbitalı olan cis trans izomeri olmayan şaxəsiz quruluşlu izomeri bromlu suya əlavə olunur. Deməli, alkenlərin 4-cü nümayəndəsi. Alkenin 4-cü ilk nümayəndəsi C2H4-dür. Sonra C3H6, C4H8, C5H10. Deməli, 4-cü nümayəndəsi molekulunda olan karbon atomlarının 6sp2 hibrid orbitalı var. Bəli, bu doğru. Cis trans izomeri olmayan şaxəsiz quruluşlu izomeri. Cis trans izomeri yoxdursa, deməli, iki qat rabitə zəncirin kənarındadır və şaxəsiz dediyinə görə deməli, heç bir radikal yazmadan 5 karbonu düzürük və biz bura iki qat rabitəni niyə zəncirin kənarına qoyuruq? Çünki iki qat rabitə zəncirin kənarında cis trans əmələ gətirmir. Səbəb odur ki, cis trans izomer əmələ gətirməsi üçün, bax, bu belədir də əslində, bax, yazsaq, baxaq bunu, bax, bu karbonları bu şəkildə yazsaq, bu birinci karbona 2 hidrogen birləşib. Sonra iki qatı qoyuram, bu karbona bir hidrogen birləşib, bir də propil qrupu birləşib. Cis trans izomer əmələ gətirməsi üçün iki qatla birləşmiş karbonlardan cis trans əmələ gətirməsi üçün bax, bu karbona eyni qrup birləşə bilməz. Əgər eyni qrup birləşsə, cis trans ola bilməz. Ümumiyyətlə, desək ki, cis trans əmələ gətirmək üçün iki qatla birləşmiş karbonlardan birinə eyni qrup birləşə bilməz. Amma bunda olan mütləq bunda da olmalıdır ki, cis trans əmələ gətirsin. Amma artıq burada birinci şərt ödənmir deyə, yəni bir karbona iki eyni qrup birləşibdir. Bu ona görə cis trans izomerliyi əmələ gətirmir. Və deyir, bu karbohidrogenin quruluş formulu bu şəkildədir. Baş verən reaksiyanın tənliyini yazın. Deməli, bunun bromla reaksiyasını yazsaq, üzərinə brom 2 gəlsə, bromun biri gəlib bura birləşir, biri bura birləşir. Ortadakı pi rabitədə neyir? Qırılır. Baş verən tənliyi yazdıq. Molekulunda sp3 hibrid halında və molekulunda bu karbohidrogen yəqin ki, deməli, propendən söhbət gedir. sp3 hibrid üçlü karbon atomu olan izomerini beynəlxalq nomenklatura adlandırın. Deməli, bunun indi bizə nə deyir? Deməli, molekulunda sp3 hibrid halında üçlü karbon atomu olan. Deməli, 5 karbon var, alkendir və üçlü karbon yaratmalıyıq. Deməli, məsələn, bunu bu şəkildə yazsaq, üçlü karbonu olan və sp3 hibrid halında. sp3 hibrid halında üçlü karbon olsun. Ona görə mən bura yaza bilmədim. Niyə? Bu da üçlü karbondur. Çünki ona 3 karbon birləşib. Amma sp3 deyil, axı bu karbon sp2 hibrid vəziyyətindədir. Ona görə nə edirik? Mən bu karbonu bura birləşdirirəm. Bunu deyir ki, karbon izomerini beynəlxalq nomenklatura ilə adlandırın. İki qat rabitə yaxın olan yerdən nömrələnir. 1, 2, 3, 4. Bu da olacaq 3 metil buten 1. 3 metil buten 1. Bu şəkildə. Sonra gəlirik 5-ci sual. Deməli, bizə nə verib? Etil spirtin dehidratlaşmasından alınan alkeni, etil spirti C2H5OH qatı sülfat turşusundan temperatur 140-dan böyük dehidratlaşanda alken əmələ gəlir. C2H4 üstəgəl su, bu da etilen əmələ gəlir. Kalium permanganat suda məhluldan buraxda məhlul rəngsizləşir. Alkenin alınma reaksiyasının kimyəvi tənliyini yazın. Yazdıq. Tənliyi budur. Daha sonra kalium permanganat məhlulundan buraxda alınan üzvü maddənin beynəlxalq nomenklatura ilə adını yazın. Rəngsizləşmə reaksiyasında bütün əmsallar cəmini hesablayın. Deməli, rəngsizləşmə necə gedir? CH2 bu etilendir. Bunun üzərinə kalium permanganat məhlulu gələndə nə baş verir? Ümumiyyətlə, alkenlər oksidləşmə reaksiyaları deyirlər buna. Oksidləşən zaman, deməli, buradan alınır kalium OH, üstə gəlsin mangan O2, üstə gəlinsin, bax, bunu bura yazıram. Deməli, alkenlər oksidləşən zaman buradan iki qat rabitə ilə birləşmiş karbonlardan aşağı OH-lar yazırıq və buradakı pi rabitəsi qırılır. Bu adlanır 2 atomlu spirtdir. Deməli, etilen glikoldur və yaxud da etandiol 1,2 deyirik buna. İndi bizə deyirdi ki,
Alınan üzvü maddənin beynəlxalq bu tarixi adıdır etilen glikol. Beynəlxalq nomenklatura ilə isə etan, diol, 2 atomlu spirtdir. 1, 2 adlanır və bütün əmsallar cəmini tapın deyir. Biz bunu əmsallaşdırmaq lazımdır. Daha sonra bizdən başqa etsin istəmir. Deməli, bunu əmsallaşdırmaq üçün bizə oksidləşmə dərəcələrini bilmək lazımdır. İndi bunu silək. Deməli, karbon buradan ümumi şəkildə müsbət 1, mənfi 2, müsbət 1, mənfi 2. Dəyişənləri yazıram. Manqan müsbət 7, burada manqan müsbət 4-dür. Burada karbonlar, deməli, mənfi 1 olacaq. Bunu silək buradan. Bu da mənfi 1 olur, karbon. Burada çünki baxın CH2, OH-da hidrogen müsbət 1, bu müsbət 1, bu mənfi 2. 3 dənə müsbət var, 3 dənə mənfi olmalıdır. İkisi var, birini də bura yazıram. Deməli, 2 dənə karbon mənfi 2-dən gəlir 2 dənə karbon mənfi 1-ə. Mənfi 2-dən mənfi 1-ə çıxanda eləyir, deməli, mənfi 1, 2-yə də vuranda mənfi 2 elektron. Əmsalı biz yazmalıyıq sola. Deməli, oksidləşmə reduksiya reaksiyalarında deməli, belə qayda ilə həll edirik ki, əgər oksidləşmə dərəcəsini dəyişən element sol və sağda yəni sol sağda eynidirsə, onda əmsal sola yazılır. Məsələn, karbonun solda da 2 dənə oksidləşmə dərəcəsi var, sağda da. Əslində bir dənə sayılır, çünki dəyişən olaraq baxırıq. Solda da bir dənə dəyişən oksidləşmə dərəcəsi var, sağda da. Sol sağda eyni olanda sola yazılır. Yox, hansında daha çoxdursa çox olan tərəfə yazılır. Burada bərabər olanda sola yazılır. Manqan da buradan müsbət 7-dən gəlir 4-ə. 7-dən də 4 çıxanda bu da 3 elektron alır. Manqana aid bir oksidləşmə dərəcəsi solda, bir oksidləşmə dərəcəsi sağda. Sol sağda eyni olanda sola yazılır. Deməli, bu eləyir 2, bu eləyir 3. 3, 2. 3 yazdıq bunun qarşısına, 2 yazdıq bunun qarşısına. Burada 3 yazıram. Kalium oldu ki, burada 2 yazıram. Manqan oldu ki, burada 2 yazıram. Deməli, burada hidrogeni düzəldək. Baxın, məsələn, 2 mol kalium oldu, 2 hidrogen buradadır. Burada da 2, 2, 4, 6 dənədir. 6-nı da 3-ə vuranda 18. Sağda 20 dənə hidrogen var. Solda da 20 olmalıdır. 2 üstü 2, 4, 4-ü 3-ə vuranda 12. 12, burada 8 lazım. Onda suyun qarşısına da 4 mol yazırıq. Onda ümumi əmsal cəmin hesabına bizdən nəyin əmsalını istəyirdi? Bütün əmsalların cəmi 3 üstə 2, üstə 4, deməli 5, 9, 13, 16 bərabər olacaq. Daha sonra 6-cı suala baxırıq. Alken molekulunda 4 ədəd birli alkil radikalı var və onlardan ikisi şaxəli quruluşludur. 4 ədəd birli alkil radikalı var və ikisi şaxəlidir. Alkeni beynəlxalq nomenklatura ilə adlandırın. Deməli, 4 dənə birli alkil radikalı olsun, ikisi şaxəli olsun. Deməli, alkeni bizə verib aşağıda. Biz ondan indi 4 ədəd birli alkil radikalı, ikisi də şaxəli olan, deməli, quruluş düzəltməliyik. Burada, deməli, C3H7-ni məsələn yazarıq. Bu şəkildə birli alkil radikalı, bu şəkildə. Bu da birlidir, amma şaxəli, belə yazsaq. Belə yazaq. Yox, birli yazmalıyıq. Deməli, bu da birlidir, amma şaxə. Məsələn, bu da birli radikaldır, bu da birlidir, bu da birlidir, bu. Amma ikisi görürsünüz ki, şaxəli formadadır. İndi bunu adlandırmaq lazımdır. Adlandırmaq üçün ən uzun karbon zənciri seçilir. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8. Ən uzun karbon zənciri seçilir. Təbii ki, 2 qat rabitə mütləq ora daxil olmalıdır və məsələn biz burada yuxarı da gedə bilərdik 6, 7, 8. Aşağı gedəndə daha çox şaxə olduğuna görə ona görə aşağıdan hesabladıq. İndi bunu deməli adlandırmaq lazımdır. Ona birləşən radikallar. Deməli, baxın 2 ilə
7-yə metil qrupu birləşib. Onda olacaq 2,7 dimetil. 4 ilə 5-ə də propil birləşib. 2 dənə də deməli propil radikalı var burada. Onda olacaq 4,5 dipropil. Əsas zəncirimizdə 8 karbon var. 8-ə okten. Deməli 1, 2, 3, 2 qat rabitədə 4-cü boşluqdadır. Okten 4. Bu şəkildə beynəlxalq nomenklaturaya görə adlandırdıq. İndi bizdən nə soruşurdu? Birli karbon atomlarının sayını. Birli odur ki, bir karbondan birləşsin. Məsələn, bu birlidir, bu birlidir, bu birlidir, bu birlidir, bu da birlidir, bu da birlidir. Deməli, neçə dənə birli? 6 dənə birli karbon atomu var. Daha sonra nə deyir? Və alken molekulunda C4H9 radikalının adını yazın. Görürsünüz ki, burada biz deməli, qoy bunları silim, açıq. Bu C4H9 radikalını biz açdıq, yazdıq. Bu da izobutil adlanır. Əgər xətt buradan çıxsaydı, üçlü butil olardı. Amma onda birləşəndə artıq o birli radikal sayılır. Ona görə biz xətti buradan çıxartdıq, butili bu formada yazdıq. Bu da izobutil radikalı adlanır. 7-ci sual. Kənar ikiqat rabitəsi olmayan şaxəsiz quruluşlu alkadiyen molekulunda rabitə əmələ gəlməsində iştirak edən S və P orbitallarının cəmi alkanların 3-cü nümayəndəsinin hibrid orbitalların sayını. Alkanların 3-cü nümayəndəsi CH8 propandır. Və alkanlarda hibrid 4 dənə bərabər. 4 3-ə vuranda 12. Yəni bu bizə deyir ki, nə deyirdi? Alkadiyində kənar ikiqat rabitəsi olunub, şaxəsizdir. Rabitə əmələ iştirak edən S və P orbitalların cəmi S orbital hidrogenin sayı qədərdir alkadiyəndə. Yəni nə qədər? 2 minus 2. P orbitaldakı alkadiyenlərdə 2 pi var. Onda bir pini də 2 p orbital əmələ gətirsə 4 dənə də p var. Bərabər edirik bunu 12-yə. 2n plus 2 12-dir. 2n bərabər 10, n bərabər 5-ə. N 5-dir. Yəni bu propadiyendir və deyir alkadinin beynəlxalq nomenklatura adıdır. Kənar ikiqat rabitəsi olmayan şaxəsiz 5 karbon yazıram bu şəkildə. Deməli 5 dənə. Kənar ikiqat rabitəsi yoxdursa, onda mən bunu iki qatları yalnız bura qoya bilərəm və bu zaman adlandıranda 1, 2, 3, 4, 5 pentadiyen 1, ikiqat rabitə ikinci və üçüncü boşluqdadır. Pentadiyen 2, 3 adlanacaq. Sonra bizdən nə istəyir? Siniflər arası izomerlərinin sayını, sinif arası izomer sayı, deməli bu karbon sayı 5-dir. Bir də bunu açıq şəkildə yazaq. Deməli belə idi birləşməmiz. Deməli bizdən nəyi? Siniflər arası. 5 alkadiyenlər alkinlərlə sinif arası izomerdir. 5 karbonu olan deməli alkin yazmalıyıq. 1, 2, 3, 4, 5. Deməli bu şəkildə yaza bilərik siniflər arası izomer sayını. Deməli siniflər arası izomerini bu şəkildə yaza bilərik. Sonra 3 qat rabitəni belə qoyub yaza bilərik. Yəni bu olacaq 3, 4, 5. Propin, daha doğrusu pentin 5 karbon var. Birinci pentin 1. Sonra bura qoysam olacaq pentin 2. Daha sonra bura yox artıq. 1, 2, 3, 4, 5. Yenə bura qoysam, yəni yenə eniş olacaq. Bu tərəfdən 1, ikinci boşluğa pentin 2 olacaq. Daha bundan başqa 3 qat rabitənin yerini dəyişə bilmirik. Daha sonra zəncirin quruluşunu dəyişə bilərik. Məsələn, belə yazıb bu şəkildə yaza bilərik. 1, 2, 3, 4. Bu da olacaq 3 metil butin 1. Daha sonra bunun məsələn bu karbon var, bura yazdığımda bu karbonu mən sürüşdürə bilmərəm. Ümumiyyətlə biz təzə izomer yaradanda, məsələn baxın burada 5 karbon var idi. 1, 3 qat rabitəyə görə izomer yaratdım. Ondan sonra yarada bilmədim, çünki bura qoyanda yenə pentin 2 alacaqdı. Sonra nə etdim? Buradan olduğu kimi yazdım, birincini olduğu kimi yazdım. Bir karbonu qırdım.
birinci ilə axırıncı karbonu birləşdirməyin. İzomer yaradanda birinci və axırıncı karbonu birləşdirməyin. Çünki onda zəncir qırılmır. İkinci karbonu birləşdirə bilmərəm. Çünki görürsünüz, birləşdirsəm 1, 2, 3, 4, karbon burada 5 valentli olur. Mən də gətirib bura birləşdirəm 3 metil butin. Daha bundan artıq başqa yerə birləşdirə bilmərəm. Sonra bunu burada başqa bir artıq işləm görə bilmərəm. Sonra nə edirəm? Burada deməli yuxarıdakini yazıram. Ta ki bu karbonu qırdım. Bu karbonu 1 ilə axırıncıya birləşdirə bilmərəm. Bunlara da birləşdirə bilmərəm. Çünki 5 valentli. Onda deməli neçə dənə izomeri var? 3 dənə. Bunun 3 dənə sinif arası izomeri var. Daha sonra bizdən nə istəyir? Sinif daxili izomerinin keçdi indi sinif daxili izomeri. Bu deməli sinif daxili izomerinin sp3s örtülməsilə əmələ gələn rabitələrin minimum sayını. Bu 5 dənə karbondur. Bundan deməli yarada bilərəm konjuqe olunmuş alkadin. Bir də yarada bilərəm deməli izolə olunmuş alkadin. Amma bizdən deyir sp3s rabitəsinin sayı minimum olan. Bu sp3-dür. Bu deməli sp3-dür. Bu sp2-dir. Bu da sp2-dir. Bu da sp2-dir. Bu da sp2-dir. sp2. sp3s burada 3 dənədir. Amma bura baxaq. Bu sp2-dir. Bu sp2-dir. Bu sp3-dür. Bu sp2-dir. Bu da sp2-dir. Buna neçədən hidrogen birləşir? 2 dənə. Onda minimum olan bax budur. Deməli bu söhbət bu izomerindən gedir. Rabitə minimum sayını o da 2-yə bərabər olacaq. Sonra 8-ci sual. Üç metil penten 1. Deməli yazanda axırdan başlayırıq. Penten nədir? 5 karbon yazdım. Bir didinə görə 2 qat rabitənin birinci boşluğa 3 metil hidrogenləri yazıram. Təşkil edən bir molekulunu təşkil edən 2 radikalın adını və onun dibrom alkandan sink ilə alınma reaksiyasının tənliyini yazın. Deməli, hansı radikallardan alınıb? Məsələn, belə ortadan bölsəm, bu adlanır vinil radikalı, bu da adlanır ikili butil radikalı və hansı dibrom alkandan sinklə alınma reaksiyasının tənliyini yazın. Əgər 2 qat rabitələr, baxın, birinci boşluqdasa, deməli, bromlar bura birləşib əvvəl və burada olub sigma. Bunun üzərinə də sink gələndə nə olub? Sink bromları aparıb, əmələ gəlib sink brom 2 və bromların getdiyi yerdə karbonların arasına 2 qat rabitə düşüb. Burada bir dənə CH var, bu formada. Reaksiyanın tənliyi yazdıq. Daha sonra bizə nə deyir? H-xlorla reaksiyasından alınan maddəni beynəlxalq nomenklatura ilə, deməli, yenidən maddəmizi yazırıq. Penten 5 karbon, 1, 3 metil, H3, H2, H2. Üzərinə gəlirik H-xlor. Markovnikov qaydasına görə alkenlər hidrogen halogenlərlə birləşən zaman hidrogen 2 qat rabitə ilə birləşmiş karbonlardan hidrogeni çox olana, halogen də onun yanındakına gəlir və buradakı 2 qat rabitə qırılır. Bunu da beynəlxalq nomenklatura ilə adını yazsaq, deməli, halogen görürsünüz, bax bu bir, daha doğrusu radikal yaxın olan tərəfdən nömrələməli. Radikal 1, 2, 3, 4, 5, bu tərəfdən də sağdan da nömrəsə 3-ə düşür, amma halogen daha yaxın olan yerə baxırıq və birinci adlandıran zamanı mütləq halogenin yerləşdiyini nömrə deyilir. Onda olacaq 2 xlor, 3 metil, pentan. Bu da adlandırılması. Sonra 9-cu sual. Deməli, burada dehidratlaşmadır. Spirtimizdir. Buradan su çıxır. CH3, CH3. Bu da OH. Buradan su çıxan zaman, deməli, OH buradan gedir. H da fərqi yoxdur. Bunların birindən gedir. Yəni, 2 qat rabitə düşür bura. Burada deməli, hidrogen getdi buradan. Alındı X. Bunun üzərinə gəlirik H-xlor. H-xlor gələn zaman hidrogen gəlir, hidrogeni çox olana. Xlor bura,
2 qat rabitə qırılır. Bunu belə açıq şəkildə yazaq. CH3 xlor CH3. Daha sonra bunun üzərinə natrium gələndə bu artıq Würz reaksiyasıdır. Çünki monohalogenli alkanların üzərinə natriuma təsir etdi. Natrium xlorla birləşir. Buradan natrium gedir xlorla birləşir və bu xlorun getdiyi yerdən biz yuxarıdakının eynisini aşağı yazırıq. Burada ikiləşmə baş verir. Deməli, bu da oldu Z maddəsi. Bizdən deyirdi X maddəsi səmərəli üsulla adını. X deməli biz nə almışdıq? Spirt almışdıq. Bu şəkildə idi. Daha doğrusu alkin alınmışdı. CH3. Deməli, belə səmərəli adla adlandırarkən alkenləri 2 qat rabitə ilə birləşmiş karbonları dairəyə alırıq. Ona birləşən radikalları kiçikdən böyüyə doğru deyib sonuna etilen sözü əlavə edirik. Buna da 2 dənə metil birləşib. Onda deyirik ki, dimetil etilen. Dimetil və qeyri-simmetrik dimetil etilen. Çünki niyə qeyri-simmetrik deyirik? Baxın, bu 2 qatla birləşmiş karbonların birində radikal, bu hissədə radikal yoxdur, birləşmir, yəni simmetriya yoxdur. Ona görə buna qeyri-simmetrik dimetil etilen adlanır. Daha sonra bizdən deyir, Z-in molekulunda birli karbonların sayı. Z maddəsi budur, bu birlidir, çünki bir karbonla birləşib. Bu da birli, bu da birli. Deməli, neçə dənə birli oldu bizdə? 6 dənə birli karbon atomu var. 10-cu suala baxırıq. Alkenlərin homoloji sırası molekulunda sp3s orbitallarının örtülməsi əmələ gələn rabitə sayı maksimum olan 4-cü nümayəndəsi. Alkenin 4-cü nümayəndəsi, deməli, etilen, C3H6, C4H8, C5H10. 4-cü nümayəndəsi karbon sayı 5-dir. 5 karbondan sp3s maksimum olan birləşmə yaratmalıyıq. Baxın, birinci bu formada yazsam. Burada sp3s görürsünüz ki 7 dənədir. Sonra belə yarada bilərəm. Karbonu, deməli, 2 qat rabitəni dəyişim hələ yerini. Burada yox, burada yazsam. Bu da H3, H3, bu da H2. Burada da neçə dənə oldu? 6, 2, 8 dənə. Görək bundan çox alınırmı? Da 2 qat rabitəni sürüşdürənmərəm. Yenə eyni maddə alınacaq. İndi zəncir qıram, baxın. Bu 2 qat rabitə burada qaldı. Buradakı bir karbonu götürüb gətirib bura yazaram. Yazanda olacaq CH3, H2, H3, H2. Burada da 3'ü burada, 3 burada, 6, 2, 8. Bunlar eyni oldu. Daha sonra necə yarada bilərəm? 2 qat rabitə buradakı kimi yazıb bir karbonu bura gətirə bilərəm. H3, H. Baxın, burada artıq 9. Deməli, burada maksimum olan budur. Quruluşunu yazdıq. Səmərəli üsulla adlandırın deyəndə 2 qat rabitə ilə birləşmiş karbonları dairəyə alıb, ona birləşən radikalları kiçikdən böyüyə doğru deyib, sonra etilen əlavə edirik. Ona da 3 dənə metil birləşib, onda trimetil etilen adlanır bu birləşmə bizdə. Və kalium permanganat, deməli, bayaqki kimi yazsaq, bunu da, deməli, CH3, C, CH3, CH, CH3. Bunun üzərinə, deməli, kalium mangano 4, üstə gəl, H2O gələndə, bayaq dediyim kimi, alkenlər oksidləşən zaman 2 atomlu spirt əmələ gəlir. CH3, bunu yuxarıda yazsam, deməli, birinci yazıram. Nə olur? Buradan aşağı OH-dar, buradakı pi qırılır. Əmələ gəlir kalium OH, üstə gəl, mangan O2. Deməli, yenə, burada karbonun oksidləşmə dərəcəsinə baxıram. Baxın, bu dəyişməyib, bu dəyişməyib. Deməli, bu karbon dəyişməyib, bu dəyişib. Deməli, bu dəyişməyib. Bu CH3-lər ümumiyyətlə olduğu kimi qalıb, dəyişməyiblər. Burada karbon 0-dır. Burada isə baxın, artıq bu karbon OH-dır. Bu mənfi 2, bu müsbət 1, bu da onda olacaq müsbət 1. 0-dan gəldi müsbət 1-ə. Bu karbon burada mənfi 1-dir. Burada isə müsbət 1, müsbət 1, mənfi 2, bu da 0-dır. Daha sonra indi başqadır. Bir də manqan dəyişib burada. Müsbət 7-dən müsbət 4-ə gəlib. İndi burada oksidləşmə dərəcəsinin karbon 0-dan 0-adır. Deməli, mənfi 1-dən yazırıq karbon gəlib müsbət 1-ə. 2 elektron deməli alıb. Sonra manqan müsbət 7-dən gəlib müsbət 4-ə. Bu da 3 elektron alıb.
2, 3, 3, 2. 3'ü yazdıq bura, həmçinin bura. 2'ni yazdıq manqana. Kalium da 2 oldu, manqan da 2 oldu. Hidrogenlərə baxaq. Deməli, burada 3, 4, 5, 6, bu da 12, 12 3'e vuranda 36, burada da 2, 38 hidrogen var sağda. İndi sola baxıram. 3, 3, 6, 7, 10, 10'u da 3'e vuranda 30, 6 lazımdır. Daha doğrusu 38 lazımdır bizə. 8 olmaq üçün də suyun qarşısına 4 yazırıq və salam bizə demişdi əmsaşdır, cəmini istəməmişdi. Bu şəkildə də qalır.